Mən bu rəvayətimi Minəxorlu kənd şəhidlərinə, şəhid qardaş Rəhman adından həsr edirəm. Qulaq asın ey millətim, sizə böyükdür hörmətim. Məlumat aldım bu cür bir şəhid qardaşından. Şəhidimi sağda yazdım qardaşının adından. Şəhidimizin qardaşın qeyd edirəm övladın. Bu atazadə anardı daşır əmsinin adın. Məlumatsız qalmaram mən də bu cür xəbərlə. Anar balamızı Allah saxlasın bəd nəzərdən. Demək başlayım indi şəhidimizin özündən. Danışacağam sizlərə olduğu tarixindən. Anadan olub şəhidimiz yazılmış tarixində. 11-i 3-cü ay 1991-də şəhidimi saxta aldım. Bu cür məlumat doğru, fəxrlə adını qeyd edim Atayev Anar Mamedoğlu. Cəmi şəhidlərimizə birlikdə rəhmət deyək. Axıra qədər həmməşə yaşasın bu millət deyək. Azəri övladları vətənpərvər olurlar, ürəkli böyüyürlər, həmməşənlər olurlar. Şəhid Atayev Anar da o qədər mərd böyüyübdür, göz açandan ürəkdə vətən üçün döyünübdür. Minəxorlu kənddən Anar göz açıbdı dövrana, canı fəda eylədi vətəni Azərbaycana. Xeyli şəhidlər verdik vətənimizin yolunda, döyüşdə itirdi çoxu qılçasının qolunda. İlahi kömək olsun qazi və veteranlara, canı qurban eləyərik biz bu cür oğlanlara. Kitabda təsdiq eləyir heç vaxt ölmür igidlər, Quranda ayə vardı əbədi sağdı şəhidlər. Şəhid Atayev Anar da mərcəngavər olubdur, vətənlə döyünüb ürəkdə vətənpərvər olurdu. Şəhidlər unudulmur, yadaşlarda qalırlar, yazılmayan tarixi şəhidlərimiz yazıblar. Yaddan çıxartmaram mən qazi və veteranları, unutmaq olmaz heç vaxt bax o cür oğlanları. Çünki onlar həyatdan yaşayan şəhidlərdirlər, torpağı qaytaranlar bax bu igidlərdirlər. Bir də bunu qeyd edim xalqımızın adından, süçəndə gözlər dolur şəhidlər bulağından. Şəhidlər xidmət edibdi bax bu gözəl dövlətə, şəhid olandan sonra bulaqlarısa millətə. Atayev Anar şəhid olub Qiyamadınlı kətdə, 11-i 3-cü ay 2015-ci ildə. Şəhidimizin qardaşı Atayev Rəhmandan deyim, borcumuzdur mən onu fəxrlə qeyd eyləyim. Bunu mənə Rəhman deyib çatdırıram mən sizə, dedi adımdan denən cəmi şəhidlərimizə. Mən bu cür insanların sözün salmaram yerə, qəni rəhmət deyək biz bütün şəhidlərə. Rəşadətli ordumuz düşməni məhv ediblər, Allahu Əkbər deyib ancaq irəli gediblər. İmam Hüseyin ordusu bizim güclü ordumuz, şükür olsun Allaha qayıtdı öz yurdumuz. İlahi göstərməsin xalqımıza dərd gedər, 44 günlük döyüşdə düşmən etdi bir təhər. Hər görəndə ürəyim yaman çəkir dərd ləqəm, hörmətlə yad eləyirəm şəhid ailələrini mən. Şəhid qardaşı Rəhmanın adına yazım rəvayət, onun adından sizlərə hələm eyləyim söhbət. Hər an və hər dəqiqə biz vətənin qulluğundayıq, harda bayrağımız var biz onun yanındayıq. Hər birimizin borcudur vətənə xidmət eyləyək, xidmətdə olanlara arzu niyyət eyləyək. Gecə gündüz hər günü gəzirlə səngərləri, İlahi tək qoru özün sən bütün əskərləri. Nə qədər şəhiddən yazsam bilirəm mən azdır yenə, çünki onlar döyüşdə qan uzdurub düşmənə. Rəhmanın istəyi ilə yazın bu cür rəvayət, sözün axırına gəldim, gəlib çatdım nəhayət. Şükür edirəm Allaha mənə veribdi istedad, ziyarət edib şəhidləri ruhunu eləyir şad. Mahmudoğlu sizlərə bu cür eylədi söhbət, şəhidlər axta yazdı elçin bu cür rəvayət. Şəhidlər axta yazdı elçin bu cür rəvayət.